Hər kəs salamlayıram. Xüsusən də əziz müəllimlərimizi. Bugün sizinlə çox vacib, amma çox zaman səssiz qalan bir mövzu haqqında danışmaq istəyirəm. Müəllim olmaq nədir? Bu sadəcə bir peşədirmi? Yoxsa bu insan həyatına, düşüncələrinə, gələcəyinə birbaşa təsir edən daha böyük bir məsuliyyətdir? Bugün bir çox müəllimlər yorğundular. Bəziləri motivasiyanı itirib, bəziləri isə sadəcə sistemin qoyduqlarını, dediklərini yerinə yetirir. Amma gəlin səmimi olaq. Problem müəllimdə deyil. Problem köhnəlmiş yanaşma tərzindədir. Biz artıq fərqli bir dövrdə yaşayırıq. Bugünün şagirdi 10-15 il əvvəlki şagird deyil. O daha əsaslı, daha sürətli düşünür, daha çox sual verir. Və ən əsası o mexaniki yanaşmanı qəbul etmir. Amma biz hələ də çox vaxt köhnə metodlarla yeni nəsli öyrətməyə çalışırıq. Və nəticədə nə baş verir? Əlaqə qırılır. Şagird uzaqlaşır. Müəllim isə daha çox yorulur. Sizcə bəs çıxış yolu nədir? Çıxış yolu müəllimin rolunu yenidən anlamaqdadır. Yəni müəllim öz müəllim rolunu yenidən anlamağa, dərk etməyə başlamalıdır. Yeni zamanda müəllim sadəcə bilik ötürən deyil. Yeni zamanda müəllim şuur formalaşdırandır. Yeni zamanda müəllim istiqamət verəndir. Yeni zamanda müəllim insanın daxilində olan potensialı üzə çıxarandır. Və bu nöqtədə çox vacib bir anlayışa gəlirik. Təmənnasız sevgi. Bu söz çox istifadə olunur, amma çox vaxt yanlış anlaşılır. Təmənnasız sevgi nə deməkdir? Bu, şagirdi olduğu kimi qəbul etməkdir. Bu, onu müqayisə etməməkdir. Bu, onun zəif tərəflərinə yox, potensialına fokuslanmaqdır. Çünki hər bir şagird fərqlidir. Bir şagird dərhal qavrayır, digəri isə nə isə qavramaq üçün zamana ehtiyac duyur. Amma bu onun zəif olduğu demək deyil. Bu sadəcə o deməkdir ki, onun bu potensialının açarı fərqli istiqamətdədir. Müəllim də məhz o fərqli istiqamətdə olan açarı axtarıb tapan insandır. Ancaq bu axtarış sadəcə metodla olmur. Sadəcə bilik ötürən, məktəbin təqdim etdiyi metodiki vəsaitlərin hesabına başa gəlmir. Bu, bir yanaşma yoludur. Bu, yanaşma ilə olur. Və bu, münasibətlə olur. Müəllim özü hər bir şagirdə fərdi olaraq yanaşmalı. Hər bir şagirdin potensialına uyğun onunla fərdi şəkildə münasibət qurmalıdır. Gəlin çox sadə bir nümunəyə baxaq. Sinifdə bir şagird var və o dərsə maraq göstərmir. Klassik yanaşma ilə nə olacaq? Bu uşaq zəifdir, oxumaq istəmir, diqqətsizdir. Amma yeni yanaşma nə edir? Yeni yanaşma ilə müəllim özünə sual verir. Bu şagird niyə əlaqə qurmur? Onun diqqətini çəkən nədir? Mən ona necə çata bilərəm? Mən necə edə bilərəm ki, şagirdin diqqətini dərsə istiqamətləndirim? Bax, bu suallar müəllimi dəyişir. Yeni zamanın müəlliminə çevirməyə başlayır. İndi isə sizə bir neçə praktik yanaşma vermək istəyirəm. Bunlar sadədir, amma təsirlidir. Birinci, dərsə başlamazdan əvvəl 1 dəqiqə fasilə verin. Bu fasilə müəllimdə emosional balanslaşmanı yaratmaq üçündür.
və sadəcə dayanıb özünüzə sual verin. Mən bugün sinifə nə ötürmək istəyirəm? Belə bir yanaşma sinifin enerjisini dəyişəcək. Çünki müəllimin enerjisi dəyişdi. Müəllim bu zaman lazımdır, vacibdir yanaşması ilə yox, istəyirəm yanaşması ilə dərsə başlayacaq. İkinci, heç bir şagirdə etiket qoymayın. Zəif, tənbəl, problemli. Çünki sözün öz enerjisini çoxaltma potensialı var. Bu söz böyüyür, çoxalır. Tənbəl dediyiniz şagird daha da tənbəlləşir. Zəif dediyiniz, oxumur, diqqətsizdir etiketləri ilə damğaladığınız şagird daha da diqqətsizləşir, daha çox oxumur, daha da zəif olur. Onun yerinə deyə bilərsiniz, o bu istiqamətdə inkişaf eləyir. Bəli, bu özünə təlqindir. Ancaq siz bu sözləri dedikcə şagirddə irəliləyişin olduğunu görəcəksiniz. Siz dedikcə ki, bu sahədə o hələ inkişaf eləyir. Bu kiçik dəyişiklik onda böyük fərq yaradır. Bunları dedikcə siz özünüz bu istiqamətdə ona yanaşacaqsınız və o qarşı tərəf ona yanaşmanı görəcək, həqiqətən də şagirddə dəyişmə baş verəcək. Üçüncü, sual vermə tərzini dəyişin. Bağlı suallar əvəzinə açıq suallar verin. Məsələn, mövzu bitir və dərsin sonunda mövzunu necə başa düşdün? Bu mövzu sənin düşüncə tərzində nə isə dəyişdi? Sənə yeni nə ötürdü, nə verdi? Və yaxud səndə olan, mövcud olan hansısa fikri inkişaf etdirdi? Bu mövzuda səncə ən maraqlı hissə hansı idi? Bu cür suallar şagirdin düşüncəsini aktivləşdirir. Dərsi adilikdən çıxardır, dərsi yadda saxlayan eləyir. Çünki mövzu keçilir, 45 dəqiqə. Dərs keçilir, bitir. Dərsi yadda saxlamaq üçün, dərsin yadda qalmasına istənilməsi üçün müəllim bu cür açıq suallara müraciət etməlidir. Şagirdin beynini, düşüncəsini aktivləşdirməyə çalışmalıdır. Və ən əsası belə olanda şagird müəllimi hiss edir. Şagird müəllimin səmimiyyətini, münasibətini, enerjisini görür. Əgər müəllim dərs prosesi boyunca daxilində, içəridə maraqsızdırsa, yəni dərs müəllimi maraqsızdırsa, şablondursa, şagird bunu hiss edir. Elə onun bunu hiss etdiyinə görə şagird dərsə qarşılıqlı şəkildə həvəssiz, maraqsız yanaşır. Amma siz daxildə keçdiyiniz mövzuya bağlısınızsa və bunun istəyərəkdən şagirdinizə
ötürürsünüzsə və hər bir fərdə, hər bir şagirdə ona uyğun şəkildə fərdi olaraq yanaşırsınızsa, dərs prosesi boyunca şagirdin daxili dünyası açılır. O da sizə tərəf gəlir. Müəllim olmaq sadəcə dərs keçmək deyil. Müəllim olmaq insan yetişdirməkdir. İnsan formalaşdırmaqdır. Bir sözlə insan yaratmaqdır. Və bu prosesdə ən güclü olan alət münasibətdir. Əgər siz hiss edirsinizsə ki, müəllim olaraq daha dərin işləmək istəyirsiniz, əgər siz sadəcə proqramı yox, insanı formalaşdırmaq istəyirsiniz, mən bu mövzunu daha geniş şəkildə, daha sistemli şəkildə eyni zamanın müəllim və şagird münasibətləri təlim kursunda izah etmişəm. Bu kursda biz müəllim-şagird münasibətlərinin psixoloji əsaslarını, yeni nəsil şagirdlərlə effektiv ünsiyyət üsullarını, dərs prosesində tətbiq edilə bilən konkret metodları və müəllimin daxili balansını qoruma yollarını işləyirik. Əgər siz bu mövzu ilə bağlı daha da geniş şəkildə özünüzü inkişaf etdirmək istəyirsinizsə və bu mövzu sizin üçün aktualdırsa, bu videonun altında olan təsvir hissədən kurs haqqında məlumat veriləcək. Unutmayın, əziz müəllimlər, hər bir müəllim insan həyatına dəyişir, ona təsir göstərir. Cəmiyyətin yaradıcısı, qurucusu biz müəllimlərik. Bəzən bir cümlə, bir münasibət, bir baxış şagirdin bütün gələcəyini dəyişir. Sizə sonsuz sevgilərlə bugünkü sizinlə görüşümü yekunlaşdırıram. Ancaq bu mövzuda bizim sizinlə görüşlərimiz olacaq. Sağ olun, əziz müəllimlərimiz.